zülm eləyirlər, əzraflar. Şərpir partladacaq. Bax, eşitsin. Bomba da var, bu nə geçəlisin partladacaq, ha? Dağdalamazın qaç, canına qəzar olmuş. Salam, dəyərli dostlar. İlham Əliyevin Bakının keçmiş kultur ərazisi kimi tanınan yerində Ağqara adlı saray barədə ötən günlərdə danışdıq. Həm içəridən, həm çöldən şəkillər paylaşdıq. 50-dən çox Azad Söz kanalında məhz bu sarayın içli çöllü şəkilləri var. Aman Allah, dəhşət, heç sultanlar belə yaşamayıb. 2013-cü ildə artıq bu saray tikilib başa çatdıqdan sonra ətrafında olan evlər və binalar yerli-dibli söküldü. Bu şəkildə həmən sarayı görürsünüz, sarayın bir binasını və onun da yaxınlığında qırmızı işarələdiyim 16 mərtəbəli bina. Keçmiş Karl Marx heykəlinin yanındakı 16 mərtəbəli bina da İlham Əliyevin o vaxtı gözünə girdi. Qorxurdu ki, həmən bina sakinləri onun evini durbinlə yaxınlaşdırıb görə bilərmiş və yerli-dibli söktürdü. Bu məsələ niyə hazırda gündəmə gəlib? Çünki dediyim kimi İlham Əliyevin bu sarayının içli çöllü sensasyon şok görüntülərini paylaşdıq və danışmaq məcburiyyətindəyik. İnsanlarımızın da xatirəsini təzələyək. Sizə videolar göstərəcəm. İnsanlar nələr edibmiş, şəxsən mən onları görməmişəm və deyirəm ki, təzə gələn nəslə həmçinin də bu xatırlatma lazımdır. Bəlkə də o vaxtın insanları görüb bunları və yadlarından da çıxıb, amma sosial şəbəkələrin indi daha çox məşhur olduğu və videolarımızın milyonlarla insana çatdığını nəzərə alıb, o videoları bir daha göstəririk. Mən düşünürəm ki, siz görməmişsiniz. Baxın, sona qədər baxın, xahiş edirəm. Bəyənin, paylaşın ki, da hamı baxsın, çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. İlham Əliyev minlərlə insanın bədbəxtliyi üzərində özünün bircə daş xoşbəxtliyi, yəni ki, Ağqara sarayını tikmək üçün və orada rahat gedib yaşamaq üçün, heç orada da anlaşılır ki, yaşamayıb. Bu qədər insanın bədbəxtçiliyinə razılıq veribdir. Diqqət ekranlara. Baxağın, dəyərli dostlar, baxağın. Birinci, həmən binanın söküntüsü barədə o zaman Azadlıq Radiosunun reportajını izləyək. İlham Əliyev bax, bu binanı, öz sarayını belə tikib. Marx heykəli yaxınlığındakı yeganə 16 mərtəbəli bina və onun yaxınlığındakı obyektlər sökülməkdədir. Baxmayaraq ki, binada yaşayış, obyektlərdə isə iş gedir. Zor tətbiq eləyib çıxarda bilərlər. Bugün hökumətin gücü çatır ona. Amma bunu elədiyi halda biz boykot halında veşimizi izadıb verəcəyik. Evimizi də Prezident İlham Əliyevə hədiyyə eləyəcəyik. Heç kimə verəsi deyil. Ehtiyacı varsa götürsün bizim evimizi. Özümüz də müraciət eləyəcəyik ki, bir xarici səfirliyə ki, bizi xahiş eləyik. Bir dənə bizi qaşqın kimi gözündən baxın, bizə sığınacaq. Bu sözləri başqa bir prezident, dövlət başçısı eşitsəydi, valla utanardı. Xəbərdarlıq bir dənə əllərində sənət yoxdur. Sənətsiz gəlib cəmaatın başına. Deyir, sizi dubinka ilə köçürəcəyik, dubinka ilə belə vurduracaq, suyunuzu kəsəcəyik, qazınızı kəsəcəyik. Belə dövlət mən görməmişəm. Burada korrupsiyadır, burada heç bir şey cəmaatın başına zulüm çəkirlər. Xalqı qırırlar açıq aydın. Belə zulüm olur. Suyu bıraxıblar. Dünən suyu kəsiblər, turbaları kəsiblər, doğrayıblar, kənləri. Mənim evlərimə indi baxsaq ağlayarsınız. Su basıb evini. Dövlət Əmlak Komitəsi bizim demək binanı sökür, altında da bizim obyektlərimiz olar. Bizlə heç bir razılığa gəlmədən bizim obyektlərimizin bütün konstitusiya hüquqlarımız hamısı demək olar ki, taftalanıbdır. Evi və obyekti sökülənlər deyirlər ki, hara üst tuturlarsa əliboş qayıdırlar. 3 dəfə prezident aparatına getmişik. Deyir, xəbərimiz yoxdur. 2 dəfə Nazirlər Kabinetinə getmişik. Deyir, xəbərimiz yoxdur. 2 dəfə Hacı Balağın yanına getmişik. Deyir, xəbərimiz yoxdur. Və bu nə dövlətdir, bu boyda binanı uçururlar, bunların xəbəri yoxdur, mən başa düşürəm. Prezidentdir ki, cəmaat 3 dəfə gedir prezident aparatına, deyir, xəbərim yoxdur. Nətər bu yekətdə binanı köçürürlər, prezidentin xəbəri yoxdur. Ticarət obyektləri, restoran işlədən sahibkarlar da deyirlər ki, onlara nə kompensasiya verilir, nə də əlverişli yerdən obyekt. Gəliblər ki, verəcəyik, narahat olmayın, qupçanınız, filanınız, behmanınız
İndi nə yer təklif eləyir, nə yer verir, nə yer göstərir. Çağırıb danışdıqları adamlara da yenə deyirəm, tutaq ki 100 kvadrat yerim var, deyir 30 mənim, 35 mənim, qalanını verirəm sana. Bu prezidentimiz deyir ki, get cəmaatı yola sal getsin. Gəlib burada da bunlar dəllallıq eləyirlər, Əmlak Komitəsi dəllallıq eləyir. 100 kvadrata 30 kvadrat deyir mənim, 35'ini mənə verir. Adama sual verirlər, niyə? Budur, mənim yerim birinci mərtəbədə yerləşir. Binanı sökür, yamaqqaya görə sökürlər. Mənim yerim bərpa olunsun, kompensasiya versin, bəstənabid edim, öz yerimi, işimi görürüm. Yenə də bizə yəni Dəyərli dostlar, indi Xutur ərazisində Əliyevin həmən sarayının ətrafında olan evlərin söküntüsünün və insanların, sakinlərin etirazını göstərirəm sizə. Obyektiv TV-nin kadrlarıdır. Eləyirlər, əzraflar. Şörpür partladacaq. Bax, eşitsin. Bomba da var, bu nə geçəlisin partladacaq, ha? Dağlarımızın qarşı, canına nəzər olmuş. Çəkin, bax, olmayacaq. Amma bax, əlimdə. Yanılacaq yana. Çox, bəsdir. Benzin döküb özümüzü oxuyarıq, koymadın. Haqqımı tələb edirəm. Koymalarlar, gəlsin, yukarı bağlasınlar. Əzraflar. Bu şaşaq üstümüzə gəl. Gəl üstümüzə. Gəl. Çək ol oradan. Çək ol oradan deyəm. Çək ol dedim oradan. Çək ol oradan. Çək ol oradan. Gəl üstümüzə. Çək ol oradan. Orasın. Çək ol. Hani video çəkir, mənim zarafım olur. Bəs o. Haqqımı tələb edirəm. Gəlirsən sökəsən. Gəlirsən sökəsən. Qaymayacaq. Saxlama şimdi. Düş aşağı. Düş aşağı. Düş aşağı. Bizə səsimizə səs verən yox, gələn yox, gedən yox. Bizi təhqir polislər bizi qoğalayır. Biz də deyirik, bizə adam bıçaqlamırıq, adam oğurluq eləmirik. Yol kəsməmişik. Nə səbəbə görə bizi bax belə bu günlərə qoyur. Hamısı bax bu səbəbə görə, bu saraya görə, İlham Əliyevin sarayına görə. Saray olar, prezidentin sarayı olar, yaşadığı yer saray olmalıdır. Elə bu şahların, kralların, sultanların dövründə olan bir şeymiş. Adamın da yaxşı bir sarayı olsun da 7-8-ini elə mən çəkib göstərmişəm sizə. Bakıda elə 7-8-i var. Baxın, davamına baxın. Hökumət yoxdur. Bizim də pulumuzu versin. Nəyə görə? 1500-dən biz artıq istəmirik. 1500-dən bizim kvadratımız, nə kvadratım? Kasıb ailəyik. Kasıb var adam yoxdur. Qaltımızda 100 minlik maşınımız yoxdur. Prezidentdən. Nə qədər şey sökürlər, evlər bilmirsiniz? 600 ev. Telegramlar vurmuşuq, məktublar yazmışıq. Prezidentin əvəzinə bizə məktublar şöbəsinə cavab göndərirlər zada, icraya. İcra da bizə deyir ki, siz göndərdiyiniz məktubu almışıq. Prezident bizə nə cavab verir? Bizim də şikayətimiz həll olub bu. Onu eləmirlər. Biz də bilmirik ki, bizə prezident cavab verir, yoxsa məktublar şöbəsi. Hardadır bu belə qanunsuzluq? İnsanlar versin haqqımızı. Biz də sakitini çıxaq. Evidir. Harda getsin kızım yaşasın bir uşaqla? Harda getsin yaşasın? Bu düzgündür. Sizin nə qədər istəyirsiniz, resurs kompensasiyonu? Heç olmasa bir versinlər 1500-dən, deyir versin 1200 manatdan. Bəs mənim də qızım getsin bir uşaqla özünə ev alsın da, küçədə qalsın 16 minə mən neyini edə bilərəm? Dəyərli dostlar, həmən sarayın tikilişi üçün dövlət büdcəsindən 330 milyon Amerika Birləşmiş Ştatları dolları dəyərində bir vəsait ayrılıb. 330 milyon. Onun da 110 milyonu şəxsən onu tikən şirkətlərin cibinə gedibdir. Onun elə bir ki, xalis mənfəəti olub. Mən heç də şübhəli etmirəm ki, 110 milyonu da, yəni digər 3də biri də heç ora xərclənməyibdir. 110 milyon da xərclənib və 110 milyon da elə İlham Əliyevin cibinə qaytarıb qoyublar. Yaxşı, bəs bu insanlara siz kompensasiyasını 1500 manatdan kvadratını verə bilməmişsiniz. Hər birinə bir 70 min, 80 min manat pul verə bilməmişsiniz. Bakının mərkəzi hesab olunur. İlham Əliyevin ora sarayı yerləşir o ətrafda. İnsanları var razı salardınız da.
Davamlı bu. 6 minə həm deyir özünüzə tualet tamam tükün, həm də gedin ev alın. Normal kompensasiya verməyiblər. Hər otağın hər kvadrat metrinə 900 manat, evləri də bölüblər köməkçi yardımçı sahə. 500 manatdan pul yazıblar. Biz də etirazını bildirmişik ki, olmaz da belə. Prezident Nazirlər Kabinetində müşavirədə xüsus edib deyir ki, ödənilsin hər sökülən kvadrat metrə. Narazılıq eləsə də baxan yoxdur. Elə bir ki, Azərbaycanda hökumət strukturları nəyə baxır bilmirəm. Mənim qaynatam bu evi 2 yerə bölübdür. Mənim qaynımın evi getdi. İndi mənim qaynımın evimə buraya yağsa bütün mənim bolumun altına gedib bütün boldan yuxarı çıxacaqdı. Mən qalmışam belə, evim də başıma uçur. Əlləri əsrə, qadın əlləri. Geçenden gelsin zaman versin zaman. Zaman evinden sonra çıkarma. Sonra çıkıyoruz. Boşamak bilemeyiz. Nereden koyuyorsun orada? Salak dedin. Salak de o kadar salak veren. Ürek hastası orada. Para okla gönderin. Elbette elbette olduğundan Azerbaycan. Gelin. Haberiniz yok. Birinci bu boyda karşıyım. Gel abi. Gel. Yol bağlasın. Gel buna. Bırak ne bağlasın. İçeri de kulak asıram. İçeri de kulak asıram. Onlar değerlen gönder. Elemene olasın. Nere olasın? Koy yollamasın. Çek. Yolunda çek. Bağlasın. Çıksa bir devlet memuru desin ki herkese bir kadar pul vermişsin. Dillerinde hansız pul vermişsin. Niye kaldırmasın? Gelin çekilin. Bu devlet memurlarını çekin. Bizi çekmeyin. Biz ranın ailesidir. Nazirliktendir. Bunu itirazlardı. Buyurun çekin abi. Ne kardeşim bizim evi? Düşür beni bizim ev düşür. Yalan değil. Seçilen ev bakanlığının evi. Seçilen ev değil. Kapı götürülür, ona da 300 manatdan mesafə. Bax indi bax vətəndaş durub orada balta əməllərində. Bax nə olacaq? Vətəndaş sözü olmayacaq. Vətəndaşdır, heç nə olmayacaq. Hə, vətəndaşın canı it canıdır da, hə? Qadırları o hissəni kəsmişəm, hansı ki qadının ürəyi gedir, yıxılır, üstündə nə bilim nə, onları göstərmirəm. YouTube qaydalarına görə uyğunsuzluq ola bilər deyə göstərmirəm. Kvadratım kadar ev versin. Kvadratım kadar pul gözüne girsin. Ben ev versin çıkım yedim. Yiyesi evde olmadan sonra hasarı sökür. Bu devlet nümayendeleri bak bu işle meşguldür. Yiyesi evi sökürler. Yoktu yiyesi evde. Haberi yoktu sökürler. Bak devlet dünya bak. Kurbanlık devrinde yaşıyoruz. Biz farklı devrinde yaşıyoruz. Emlaka müdaxilə olmaz. Yiyəsi olur, emlaka müdaxilə olmaz. Hansı konstitusiyadan, hansı qanundan danışılır? Hasarı sökürler. Gaz geliş, gaz. Budur da dur. Ha. Nasıl yoktu orada? Evin yiyəsini göstərin. Yoktu yiyesi evi sökürler. Mən tanımıram. Bu evin yiyəsinin kupçası var, dokumentdə. Tapın gətirin. Polis nə üçündür? Aldadıb su qiymətinə evləri almaq istəyirlər. Çox. Su qiymətdə yox, evləri ermənilərdən betər edirlər. Bu polis içlərdə hansı? Əgər bu seçkilərlə deyirəm, erməni gene al dənizə qoyulur. prezidentin, ölkə başçısının bunların öz başlarında xəbəri varsa, belə olmaz.
Hamısı aldadır hakimiyyət. Bu təcili yardım bayaq əlində balta olan qadının üstünə gəlib, çünki dediyim kimi ürəyi gedib, yıxılmışdı, halı da vəziyyəti də pisləşmişdi. Bilmirəm, indi həmən Xutor sakinləri nə yerdədirlər, haralara səpələniblər, dedikləri kimi ölkədən çıxıb gediblərmi, qalanlar mı var? Bax, bu dövlətin idarəçiliyi o vaxtı belə idi, indi də belədir. O vaxtı sadəcə olaraq jurnalistlər azadlıqda biraz çəkə bilirdilər. İndi insanların dərdlərini, bu fəryadlarını çəkəcək jurnalistlər yoxdur. Həbsxanadadılar ya da ölkədən çıxıb gediblər. Onlardan da biri mənəm. Dəyərli dostlar, xahiş edirəm, bu videonu da bəyənin, paylaşın, hamı görsün. Bütün bunlar məhz İlham Əliyevin bu sarayına görə imiş.